Ötən gün vəfat etmiş əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb. Mərasimdə Cabir İmanovun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürək tutmasından vəfat edib. Cabir İmanov 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunub. Ailəli idi, 4 övladı var. Hər gün də idman eləyirdi, özünə baxırdı, yeməyinə diqqət eləyirdi. Yəni bilinmir də, yəni dəhşətdir, inanılmazdır. Onun vəfatı çox gözlənilməz oldu, hamımız üçün böyük kədər oldu. Mən onun ailəsinə, doğmalarına, yaxınlarına, Tahir qardaşımıza səbr diləyirəm. Allah rəhmət eləsin. Doğrudan çox faciədir. Yəni ki, ailəsi üçün, uşaqları üçün, ata-anası üçün, qardaşı üçün, yəni çox üzülməzdir ki, yaxşı bir söz var. Bir ölümün çox gözəl zövqü var. O ən yaxşıları aparır, seçir və aparır. Yaxşı sənətkar idi. Cabir çox istedadlı bir insan idi. O hər tərəfli istedadlı idi. Yəni belə insanlar da görünür çox yaşamırlar da. Allah o dünyasını versin, Allah günahlarını bağışlasın, Allah yaxınlarına səbir versin. Cabir çox gözəl ata idi, çox gözəl qardaş idi, çox gözəl ailə başçısı idi, çox gözəl mədəniyyət işçisi idi. Mən dünənləri bu xəbəri Instagramda görəndə mən birinci düşündüm ki, ad günüdür və bəyəndim. Sonra şəklin altını oxuyanda bütün hərflər gözümdə qarışdı bir-birinə. Yəni mən ən azı 4-5 dəfə durmadan gözümü açaraq o xəbəri oxudum və çox pis oldum. Biz Cabirlə təbii ki 10 illər ərzində hələ gənc vaxtlarımızdan çox yaxşı yoldaş idik və Cabir istedadı ilə yanaşı həm də pozitiv, yaxşı insan idi. Çok çətindir mənim üçün danışmaq, çünki mən kədərini, qəmini çox yaxından tanıyıram bu hisslərini və adamı itirmək çox, özdə belə bir hər kəs üçün sevdiği insanı itirmək çox inanılmaz bir dərəcədə çox çətindir. Mən orada dözdüm, çox səbirli əyləşdim orada, amma bilmirəm, indi kamerada hisslərimi tutmalıydım, çox üzürlü sayın, amma çox çətindir.